Əziz Fıdı Futbol kanalının izləyiciləri, hər birinizi salamlayıram. Ümidvaram ki, yaxşısınız, işləriniz qaydasındadır və növbəti podkast çəkilişindəyik dostlar və bu gün biz Barselonadan danışacağıq. Barselonanın Mallorca ilə keçirdiyi oyun haqqında danışacağam. Barselonanın transfer etmək istədiyi oyuncular haqqında danışacağam. Və başlayaq. İlk öncə onu bildirmək istəyirəm ki, Real Madrid-Valensiya oyununu mən gözləmədim və çəkilişi bazar günü etmək qərarına gəldim. Ona görə də hələ biz bilmirik ki, Valensiya-Real Madrid oyunu hansı hesabla bitib. Amma artıq siz bu videoya baxanda hesabı biləcəksiniz və Barcelona ilə Real Madrid arasında olan xal fərqini də təbii ki, biləcəksiniz. Amma onu deyə bilərəm ki, bu oyunun hansı hesabla bitməsindən asılı olmayaraq Barcelona öz liderliyini qoruyacaq və Barcelona yenidən lider olacaq. Real Madridin Barcelona keçmə şansı o yoxdur bu həftədə. Və keçək Barcelona-Mallorca oyununa. Əslində Mallorca son illər Barcelona üçün deməyim ki, belə çətin və yox deməyim ki, belə asan rəqibdir. Orta statistik bir La Liga komandasıdır və arada doğrudan da bizə çətinliklər törədir. Bəzən isə ümumiyyətlə Barcelona Mallorcanı hiss etmir. Bu oyunda əslində Barcelona rahat oynamalıydı deyə bilərdik. Amma nəzərə alsaq ki, qarşıda, yəni ayın 12-si Atletico Madrid ilə oyunumuz olacaqdı deyənə, komandada rotasiyalar gözlənilən idi. Amma Flick çox da böyük rotasiya edə bilmədi. Onsuz da rotasiya etməyə adam yoxdur. Zədəlilər var. Frank de Jong oyundan əvvəl bildirdi ki, qasıq nahiyəsində nəsə ağrılar hiss edir. Rafinha'nın yüngül zədəsi var və ona istirahət lazımdır. Pedri haqqında onsuz da məlumatlıyıq. Pedri qayıtsa ən yaxşı halda fevralın sonunda qayıdacaq. Levante ilə oyunda olacaq və Gavimiz o da uzun müddətli zədədən sonra qayıtmağa hazırdır artıq və fevralın sonunda yaşıl işıq ala bilər. Barcelona-Mallorca oyunu. İlk hissə. Ənənəyə sadiq olaraq Barcelona qərara gəldi ki, bu oyunda da ilk hissəni skip edəcək və istədiyi oyunu göstərməyəcək. Amma digər oyunlara nisbətən bu oyunda Barcelona ilk hissəni yox, ilk hissənin yarısını skip etdi. Bunu mən oyundan sonraki video çəkilişimdə də bildirmişdim. Amma bir o qədər də komanda pis oynamadı. Mənim xoşuma gəldi. Komandanın dominasiyası, komandanın o təzyiqi doğrudan da adama həzz verirdi. Reboundları götürməsi mənə çox ləzzət elədi. Demək olar Mallorca qapıdan çıxa bilmirdi. 25-ci 30-cu dəqiqədən sonra komanda Mallorcanı qapısına sıxışdırdı və bu tam oyunun sonuna dək belə davam etdi. Mallorca heç nə edə bilmirdi. Oyunun sonlarına yaxın Mallorca bir-iki hücum qurdu. O da artıq hesabdan dolayı yaranan bir situasiyaydı. Çünki komanda arxayınlaşmışdı, 3-0 hesabı ilə öndə idi və demək olar oyunun taleyi həll olunmuşdu. Biraz arxayınçılıq var idi. İlk hissə haqqında onu deyə bilərəm ki, komandamızın bir nömrəli ulduzu olan Lamine Yamal demək olar oyunda yox idi. Necə deyək oyunda yox idi? Lamine Yamalın üzərində o qədər təzyiq var ki, həm sosial təzyiq var, həm belə ictimai təzyiq var, belə nə bilim, hər şey var da onun üzərində. Həm oyunda, həm oyundan kənar, həm media tərəfindən, həm nə bilim jurnalistlər tərəfindən, oyunçular tərəfindən, rəqiblər tərəfindən və avtomatik olaraq doğrudan da Lamine Yamalın üstünə artıq 1-2 nəfər yox, 3-4 nəfər oyunçu düşür və onlar Yamalı bağlamaq istəyirlər. Yamalın da işi asan deyil. Və demək olar Lamine Yamal ilk hissədə görsənmədi. Nə qədər də təəccüblü olsa da komandanın ilk hissədə ən yaxşı oyunçuları məncə Lewandowski və Rashford idi. Lewandowski bir o qədər də pis oynamadı ilk hissəni. Gol da vurdu. Gol biraz kuryoz gol idi. Maraqlı bir gol alındı. Rashfordun zərbələri əla idi. Uzaqdan gözəl zərbələr endirirdi, yoxluyurdu. Məncə bu artıq yeni bir təlimatdır. Məncə Flick Rashforda yeni bir öhdəlik verib və Flick özü də anlayır ki, Rashfordun silahı onun uzaqdan vurduğu zərbələrdir. Bəli, okey, bir o qədər də dəqiq olmaya bilər, amma doğrudan da təhlükə yaradır və məncə zamanla Rashfordun uzaqdan vurduğu zərbələr hardasa komandaya effektiv ola bilər və hardasa komandaya müsbət təsir verə bilər. İlk hissədə onu deyə bilərəm ki, komandamızın yetirməsi olan Virgili
Kundeni sağ cinahda sadəcə olaraq otardı. Yəni istədiyi hər şeyi edirdi oyla. Mən hələ də anlaya bilmirəm ki, Barcelona Virgilini necə komanda saxlaya bilmədi. Məncə burada Virgilin özünün də addımı var idi və Virgili oynamaq istəyirdi və praktika istəyirdi və Virgilini Duro Fernandezdən fərqləndirən budur. Virgili doğrudan da Mallorca heyətində ən yaxşı oyunculardan biri idi ilk hissədə və adam demək olar göstərdi ki, başqa level oyuncudur. Yəni Mallorca səviyyəsində bir oyuncu deyil. Daha yüksək səviyyəyə layiq bir oyuncudur. Amma Mallorca'da oynayır. Nəyə görə? Çünki praktika əldə etmək istəyir. Özünü inkişaf elətdirmək istəyir. Duro Fernandez isə özünü inkişaf elətdirmək istəmirdi. Duro Fernandez pula getdi. Necə ki bunu İlaş Moriba etdi vaxtı ikən, necə ki bunu Mark Guy etdi vaxtı ikən, necə ki bunu Xavi Simons etdi vaxtı ikən və nəticələrinə qatlandılar. Və Duro Fernandez də belə bir taley gözləyir. Duro Fernandez də belə bir taley gözləyir. Bu 100%-dir. Hər halda xəbəriniz var. Duro Fernandez PSG-yə transfer olunandan sonra əsas heyətdə oynamır və onu U21 komandasına göndəriblər, yəni rezerv komandaya göndəriblər və adam orada məşq edir və orada oynayır. Sənə lazım idi bu. Oynayırdın Barsanın əsas heyətində, arada bir şans tapırdın, arada bir özünü göstərmək üçün Flick sənə şans verirdi və doğrudan da potensiallı bir oyuncuydu. Və sonda belə bir qərar verdi. Və Duro Fernandezi 3 ildən sonra, 5 ildən sonra Celta'da, nə bilim Fransanın Lille komandasında, İngiltərənin Aston Villa, Aston Villa'da hətta çox oldu məncə. Aston Villa'ya məncə gəlib çatamayacaq o. Brighton'da və yaxud nə bilim Leeds'də görsəz təəccüblənməyin. Yəni adam göz görə-görə öz karyerasını məhv etdi. Bəli, Duro Fernandez'i mən qınamıram. Əgər istəyirsə ki, oynasın, doğrudan da özün inkişaf elətdirsin, gedə bilər, razıyam. Çünki doğrudan da Barsada yetərincə qədər zaman əldə etmirdi oyuncu. Bununla razıyam. Sən əgər praktika istəyirsənsə, oynamaq istəyirsənsə, elə bir komandaya get ki, orada oynayasan. Virgili necə elədi? Getdi Mallorca'ya. Mallorca'ya getdi. O PSG-yə getsəydi oynamayacaqdı. O Arsenal'a getsəydi oynamayacaqdı. Necə ki, indiki komandasını oynaya bilmirdi. Sən gedərdin Valencia'ya, sən gedərdin, nə bilim, Como'ya, deyərdim, okey, anlayıram. Adam praktika istəyir, adam təcrübə istəyir. Amma sən Paris Saint-Germain'ə getməklə, o rusların bir sözü var, pominət şıla namıyla. Azərbaycan dilində, yəni belə deyək də, aldım qoz, satdım qoz məsələsidir. Düzün desəm, bu oyun haqqında çox danışmaq istəmirəm, Barsa Mallorca oyunu haqqında. Çünki belə qeyri-adi və wow bir şeylər baş vermədi. Hakim səhvlərindən danışmaq istəyirəm. Hakim səhvlərindən deyəndə ki, yəni hakim də belə radikal və kritik səhvlərə yol vermədi. Amma yenə təkrar edirəm, İspaniya hakimlərinin oyunu öldürməsi, İspaniya hakimlərinin 2 dəqiqədən bir fit çalması, boş-boş primitiv şeylərə oyunu dayandırması sadəcə olaraq bizi futboldan iyrəndirir. Hansı Flickə gəlib xəbərdarlıq edir adam ki, mən yaxşı bilirəm, mən bilirəm işimin adını, mən bilirəm nə etməliyəm. Hansı Flick əsəbindən partlayır. Yəni bu adamı biz çoxdan tanıyırıq da. Bilirik ki, bu adam hər şeyə əsəbləşən deyil və hər şeyə sevinən deyil. Amma görün vəziyyət o dərəcədə kritikdir ki, artıq Flick öz emosiyalarına sahib çıxa bilmir. Göz görə-görə Rashford zərbə endirir. Hakim xətt çəkib və oyuncular xətti keçib topa doğru gəlirlər. Rashford özünü cırıb dağıdır ki, qardaşım, qabağa gəlir oyuncu, 9 metr yoxdur arada fərq. Hakim heç bir reaksiya vermir və Rashford zərbəsini vurarkən top getdi Stenka'ya dəydi. Və biz bunu hamımız görürdük, biz bunu hamımız bilirdik ki, o top gedib Stenka'ya dəyəcək. Çünki oyuncular 9 metrdən yaxın idilər və lazım olan o qeyd olunan yeri keçmişdilər. Bunu biz görürük, bunu o 11 Barsa oyuncusu görür, Barsa azarkeşləri televizordan görür. Flick bunu o durduğu yerdən görür, amma hakim bunu görmür. Bu necə olur? Yəni penalti epizodu haqqında danışmaq istəmirəm. Yəni çox danışmaq istəmirəm. Bəli, orada Yamal daha artistik yıxılsaydı, bəlkə də hakim penalti təyin edərdi. Yəni bilmirəm, indi
Yamal artistik yıxılması üçün Vinicius'dan dostluq eləməsi lazımdır Yamalın, yoxsa necə, onu anlaya bilmirəm hələ də. Bəlkə də Lamine Yamalı az da olsa bir müddətli Real Madridin bazasına göndərmək lazımdır ki, Vinicius'la məşqlər keçsin. Bəlkə ondan sonra hakim belə penaltiləri təyin edər. Kənardan baxılanda bir o qədər də belə penaltiyə bənzəmirdi, amma elə bir rakurs göstərdilər, sonuncu rakurs görsəndi ki, Mallorca müdafiəçisinin dizi Lamine Yamalın dizinə zərbə indirir. Yəni diz-dizə dəyir və artıq atır Yamalı. Prosta Yamal artistik yıxılmağı bacarmadı deyənə hakim penalti təyin etmədi. Bu qədər sadə. Birinci hissədə 37-ci dəqiqə idi, neçənci dəqiqə idi? O cərimə meydançasının içərisində qarışıqlıq olmuşdu və Mallorcanın oyunçunun əlinə dəymişdi top. Burada voleybol oynayırdı. VAR-a belə baxılmadı. Və sadə epizodlar. Heç bu epizodları qoyuram bir qırağa. Bunlardan fikir vermirəm. Hər sadə epizoda fit çalınır. Qoyulmur mübarizə aparılsın. Bu həm Barsaya aiddir, həm Reala aiddir, həm onların rəqiblərinə aiddir. Yəni Barsada da olur. Barsa görsən ki, oyunçusu Kubarsi gəlib bir dənə yüngülvari korpus girir. Hakim fit çalır. Ya da kimsə gəlir Lewandowski yüngülvari bir itəliyir, hakim fit çalır. Orada heç nə yoxdur axı, niyə fit çalasan? Qoy oynasınlar da, qoy biraz intriqa yaransın da bu oyunlarda. Biraz maraq yaransın da bu oyunlarda da. Quru hər şeyə fit. Türkiyə Super Liqasından fərqlənmir bu çempionat. Yəni belə deyim, valla bu çempionatda Yamal, Mbappe, Vinicius və yaxud digər o top səviyyəli ulduzlar olmasa, heç kim bu La Liqaya baxmaz. Bu dəqiqə La Liqanı ayaqda saxlayan bu sadaladığım oyunculardır. Bu ulduzlardır. Qabaq əlbəttə Ronaldo, Messi də var idi La Liqada. Onlar əlbəttə ki La Liqanın statusunu qaldırırdılar. Amma özü-özlüyündə La Liqa maraqlıydı. Yəni Atletico Madrid Valencia oyununa mən həvəslə baxırdım. Yəni Real Sociedad Atletik Bilbao oyununa mən həvəslə baxırdım. Deyirdim derbidir. Amma indi elə bir şey yoxdur. İndi sadəcə olaraq La Liqaya ulduzlara görə baxırlar. Bu qədər sadə. Görəsən Yamal nə edəcək? Görəsən Mbappe nə edəcək? Görəsən Alvarez necə cərimə zərbəsi vuracaq? Bu qədər sadə. İspaniya Kral Kuboku. Rəqibimiz bəlli oldu. Yarım finalda biz Atletico Madrid ilə qarşılaşacağıq. Əslində rəqiblər hamısı özü-özlüyündə çətindir. Bilbao, Real Sociedad və Atletico Madrid və bizə demək olar ən çətini gəldi. Amma bunu da demək istəyirəm ki, Atletico Madrid hal-hazırda bir o qədər də stabil futbol oynamır. Okey, o gün Betis'ə 5 dənə vurdular, Lukman debüt oyununda gol vurdu, gözəl, möhtəşəm, əla. Amma Atletico Madrid bu dəqiqə Barsaya çətinlik törədəcək bir komanda deyil. Açıq-aşkar deyirəm. Sadəcə olaraq Atletico Madridin o haram bolu bizi yora bilər. Özünüz bilirsiniz ki, Atletico Madrid hansı tip futbol oynayır. İnciməsin bizdən o 18 Atletico Madrid hazır keçir. Çünki onların göstərdiyi futbola bir təhqirdir. Yəni belə futbol oynanılmır da dostum. Sən alırsan ora kreativşikləri, Bayana kimi oyunçunu alırsan, Lukman kimi oyunçunu alırsan, indi görüm nə edəcəksən bunlarla. Sən necə? Yəni oturarsan 20 nəfərlə qapıda, gözləyəsən ki, nə olacaq axırı. Və belə futbol Barsanı yora bilər. Sırf olaraq onların o qapanması, sırf olaraq onların belə pasiv futbol oynaması Barsanı yora bilər. Bu da bizə heç lazım deyil. Qarşıdan Çempionlar Liqasının oyunları var. Bunu mən o gün də demişdim. Qarşıdan çətin La Liqa oyunları gəlir, mübarizə qızışır. İndi gəlmişik, düşdük Atletico Madridə. 2 oyun gözümüz əzab çəkəcək, gözümüzə eləyəcəyik. Bu qədər sadə. Amma inanıram ki, komanda Atletico Madridi aşacaq və burada variant yoxdur. Çünki Flick qədər Atletico Madridi yaxşı tanıyan yoxdur. Flick ötən mövsüm Atletico Madridə gözəl dərs vermişdi. Həm oyun cəhətdən, həm nəticə cəhətdən gözəl dərs vermişdi. Bəli, bir oyun uduzmuşdu, amma o oyunu mən uduzmaq saymıram, məğlubiyyət saymıram. Həmin oyunda Barsa Atletico Madridi topla döyürdü. Ötən mövsüm ən sevdiyim 3 oyundan biri idi. Yadınızdadırsa Barsa öz meydanında 2-1 hesabı ilə məğlub olmuşdu Atletico Madridə. Amma həmin oyun Barsanın muzeye qoyulası oyunlarından biri idi. Atletico Madrid tərpənə bilmirdi. Sadəcə olaraq yenə də yüksək müdafiə xətti və bizim müdafiəçilər. Uşaqlar, belə bir tema var. Əgər Barcelona yayda bir üstəgəl bir qaydasına qayıtsa və inşallah ki bu olar. Olsa əgər bu, Barcelona 3 transfer etmək istəyir. Bu Marcus Rashford, Julian Alvarez və Bastoni.
Əslində adlar gözəl adlardır. Yəni istəyirik ki, bu oyunçular gəlsin komandaya. Amma mən belə bir şey deyim. Mən Bastoni transferinə bir o qədər də pozitiv baxmıram. Bilmirəm sizdə də necədir vəziyyət. Bəli, istəyirəm. Bastoni pis müdafiəçi deyil, hətta pis belə az da olsun, yaxşı müdafiəçilərdən biridir. Hər halda hal-hazırda top 5-ə daxil olar məncə. Amma Barsaya məncə solaxay mərkəz müdafiəçisi lazımdır ki, Kubarsi rahat oynaya bilsin və topla yaxşı oynayamağı bacaran bir müdafiəçi lazımdır. Bastoni də bu var. Bastoni hətta sürətlidir və hal-hazırki günümüzdə Bastoni bizə havasu kimi lazımdır. Amma mənim seçimim Schlotterbergdir və yaxud Van de Vendir. Mən bu seçimləri daha üstün tuturam. Görək nə olur. Amma Alvarez seçimində qətiyyəm. Alvarez seçimi mənim üçün bir nömrədə prioritetdir. Alvarez Barsaya gəlsə, Rafinha, Yamal, Alvarez triosu möhtəşəm işlər görə bilər və ümid edirəm ki, Barsa bu transfer üzərində işləyib onu komandaya gətirəcək. Və Marcus Rashford transferi ola bilər ki, reallaşsın, Barsa onu saxlasın, amma hələ yenə də sual altındadır. Rashford bu mövsüm artıq 10+10 edib. Bu möhtəşəm bir nəticədir mənə görə. Nəzərə alsaq ki, hardan gəlmişdi Rashford. Yəni bataqlıqdan çıxdı, gəldi quruluğa və özün yenidən qurmağa cəhd etdi və göstərdiyi hal-hazır ki, o nəticə bir o qədər də pis deyil. Bəli, oyunlara wow təsiri yoxdur. Belə təsir göstərə bilmir. Amma ən azından statistikası pis deyil və inanıram ki, növbəti mövsümdə komanda qalsa, özünə biraz əl gəzdirsə, komandaya müsbət təsir göstərə bilər. Yəni belə 100% olaraq Rashfordun qalmasını istəmirəm. Amma qalsa pis olmaz. Ucuz qiymətə, aşağı qiymətə ala bilsək super olar. Barsanın digər namizədləri də var transfer üçün. Barcelona Tottenham'dan Romero'nu transfer etmək istəyir. Mən kateqoriki bu transferə etiraz edirəm. Bilmirəm sizin indi fikriniz nədir? Şərhlərdə yaza bilərsiniz. Romero Araujo'nun bir oynayan versiyasıdır. Prosta Romero oynayır, Araujo oynamır. Bu adamın qırmızı vərəqə alma fetişi var. Hər oyunun əvvəllərində qırmızı vərəqə almalıdır. Eynən United Tottenham oyununda da 5-ci dəqiqədə sarı qırmızı vərəqə aldı və komandanı pis vəziyyətdə qoydu. Romero transferi kateqoriki yox. Yəni mən bu transferə pozitiv yanaşmıram. Və ikinci namizədimiz var Dušan Vlahović. Burada mən fikirləşərəm. Dušan Vlahović mənə görə çox belə dəyərləndirilməyən hücumçulardan biridir. Yəni qiyməti bilinmir. Və onu da qınamıram, bəlkə Juventusda alına bilmir. İnanıram ki, o Barsaya gəlsə və yaxud hansısa digər bir kluba getsə, ona bir motivator məşqçisi olsa, Flick kimi bir məşqçisi ilə işləsə, məncə yaxşı nəticə verə bilər. Və hal-hazırki günümüzdə qaça bilməyən Lewandowskidən və qapını görə bilməyən Ferrandan qat-qat daha faydalı olar komandaya. Ona görə Vlahović transferinə mən pozitiv yanaşıram. Əgər Alvarez transferi alınmasa, Vlahović transferini reallaşdırmaq olar. Həm də oyuncunu biz pulsuz əldə edə bilərik, azad agent olaraq. Bunu da dəyərləndirmək lazımdır. Nəzərə alsaq ki, komandanın finansal vəziyyəti bir o qədər də yaxşı deyil. Saudi Ərəbistan komandası Əl-İttihad Yamal üçün 300 milyon avro təklif edib Barselonaya. Bilmirəm bu xəbər nə dərəcədə doğrudur yoxsa yalandır. Amma mən bu rəqəmi eşidəndə biraz qımışıram. Yəni belə biraz deyirəm, niyə də yox da, brat, niyə də yox. Yamalı 300 milyona sataq dostlar, yoxsa yox? Siz də gedər, yoxsa yox? Adam qımışır, Adama qəribə gəlir ki, yox, satmayaq. Akademiyadan çıxıb gələcəyin Messisi ola bilər, komandanı daşıya bilər. Amma bir tərəfdən deyirsən ki, yox, 300 milyon onu satıb kimləri almaq olmaz da, komandanı təzədən yığmaq olar. Bilmirəm, yəni də bu şayələrdir, yoxsa doğrudan da belədir, amma məncə şayədir. Amma fərz edək ki, belədir də. Şəxsən mən 300 milyona razı olmazdım, amma 300 plusa razı olardım ki, Yamal satılsın. Bu mənim şəxsi fikrimdir. İndi bilmirəm siz nə düşünürsünüz. 300 plusa, 350-yə, 400 milyona mən razı olardım. Və bilmirəm, Yamal bu yaşda özü Ərəbistana getmək istəyər yoxsa yox, amma məncə istəməz. Çünki elə demək olar karyerasında heç bir şeyə nail olmuyor. O qızıl top almayana kimi məncə nəsə oranı fikirləşməyəcəklər. Amma Yamal hamı deyir ki, risklidir. Yamal bir gün belə oynayacaq, sabah belə oynayacaq və gələcəkdə bizə problemlər yaşada bilər. Amma Lamine Yamal stabiliyini hələ ki qoruyur. Bəli, bəzi kaprizləri var, biz ötən çıxışda bunu danışmışdıq, amma Lamine Yamalın o təsiri komandaya var. Lamine Yamal da yəni bu mövsüm artıq 10+ edib hər cəhətdən. Həm assist cəhətdən, həm qol cəhətdən. Adamın 18 yaşı var hələ ki. Biz onu bu dəqiqə 25-26 yaşda görürük.
Onun yaşları bu dəqiqə Real Castilla-da oynayır. Onun yaşları bu dəqiqə, nə bilim, United'in ikinci diviziyonda oynayır. Yəni United'in ikinci heyətində oynayır. Nə bilim, City'nin ikinci heyətində oynayır. Yəni çox da təzyiq etmək olmur Yamala. Arada bir fikirləşirsən ki, yaş öz sözünü deyir. Florentino Perez'in yeni Figo layihəsi. Pedri Real Madrid'ə gedir, dostlar. Belə deyirlər. Təbii ki, bu bir zarafatdır, amma deyilənlərə görə Florentino Perez Pedri'ni komandaya gətirmək istəyir 2027-ci ildə. Bu transferin reallaşacağına inanmıram. Mən inanmıram ki, Pedri belə bir şey edə. Amma Pedri belə bir şey etsə, İraq. Nə bilim, var yox, ana, nə bilim, gedəcək də hamı da, hamı gedəcək. Yəni, bütün Barsa azarkeşləri Pedri'nin evində olacaq gecə. Amma indi təbii ki, bu bir ironiyadır. İnanmıram ki, belə bir şey olsun. Pedri bu hərəkəti etməz və inanmıram ki, Barsada hansısa bir oyuncu bu hərəkəti etsin. Hal-hazırki komandadan. Əgər Figo kimi başını alladıb, yalandan onu otusturmasalar, onda belə şeyin olması biraz realistik deyil. Doğrudan da Pedri Barsanın açar oyuncusudur. Bunu hamımız çox gözəl bilirik və bu dəqiqə Pedri Real Madriddə bilirsiniz necə lazımdır? Hava su kimi lazımdır. Sırf Pedri yox, sırf Pedri tipində bir oyuncu hava su kimi lazımdır. Mütləq lazımdır. Beyin olaraq Real Madriddə oyuncu yoxdur və Real Madrid belə bir transferin olunmasını təbii ki, istəyərdi. Amma görək zaman nə göstərir. Ona görə gedin işinizlə məşğul olun. Pedri bizdə idi. Pedri ilə işimiz olmasın, brat. Verən deyilik. Özümü verərəm, Pedrini vermərəm. Mənə sual verirlər ki, Fuad, bu Negreira işindən danış. Dostlar, biz bu haqda danışmışdıq. Baridin çəkilişində də, Abdulgillə də danışmışıq. Bəli, Barcelona bu 2000-ci, 2018-ci illər arası hakimlər ittifaqımı deyim, birliyinə deyim, 7-8 milyon civarında avro pul ödəyib və bu pulun hansı səbəbdən ödənildiyi hələ də məlum deyil və araşdırılır. Mən bunu ötən çıxışda da demişdim, yəni Baridin çıxışında demişdim, indi də deyirəm. Yəni burada Negreira işində məsələ siz nədir? Yəni Negreira'da odur ki, Barcelona pul verib ki, güya istədiyi oyunlara istədiyi hakimlər təyin olunsun və yaxud başqa şeylər olsun. Sırf olaraq qərarlara görə verilməyib. Və bunu tam olaraq sübut edən də yoxdur. Hələ də bu məsələ araşdırılır, amma sübut edən yoxdur. Sübut olunmuyub. Və mən bu sualı yenidən verirəm. Əslində biz bu haqda danışandan sonra Pep Guardiola bu haqda çıxış etmişdi. Ona sual vermişlər ki, Negreira haqqında nə fikirləşirsən? Elə bil ki, adam mən dediyimi dedi də. Əslində mən ondan qabaq demişəm, indi özümü tərifləmək istəmirəm, amma onu demək istəyirdi. Elə bil ki, eyni beyində düşündüyü haqda. O dedi ki, yəni sənin yaşın azdır, sən görməmişdin o Barsanı bəlkə. Jurnalistə o cavabı verir və bildirir ki, yəni o Barsaya hakim lazım deyildi. O Barsaya hakim köməyi lazım deyildi. Okey də Barsaya Negreira La Ligada, İspanya kubokunda kömək oldu. Çempionlar Liqasında da kömək olurdu. Yox. Çempionlar Liqasında Barsaya kömək olurdu o Negreira. Ola bilərdi, yox, ola bilməzdi. Ancaq daxili çempionatda və daxili turnirlərdə kömək ola bilərdi. Amma xarici çempionatlara girə bilməzdi ki. UEFA-ya bata bilməzdi ki. Orada bəyəm Barsa öz dominantlığını göstərmirdi. Yəni o illər ərzində Barcelona hansı oyunlarda göstərdi ki, yəni hakim dəstəyi ilə və hakim köməyi ilə qalib gəldi. Okey, indi Barsa Chelsea oyunu haqqında danışırlar. Bir dənə bu qalıb göz muncuğu kimi. Yenə deyirəm, bu oyun haqqında danışanlar ilk oyun haqqında danışmaq istəmir nədənsə. Yenə də razıyam. İkinci oyun, yəni Stamford Bridge-dəki oyun bərbad bir hakim idarəçiliyi ilə yadda qaldı. Bu futbolun qara ləkəsidir, bunu danmıram. Amma həmin cütdə birinci oyunda da Barsaya qarşı az ədalətsizliklər olunmamışdı. Yenidən Negreira məsələsinə qayıdıram. O Barsaya hakim dəstəyi lazım deyildi. O komanda gələn gedəni yolub buraxırdı. Fərqi yox idi. Bu Real Madrid idi, bu Racing idi, bu Atletico Madrid idi. Fərq etmir. Özümüz də görürdük ki, o Barcelona başqa Barcelona idi. O Barcelona bilmirəm gələcəyi yoxsa yox, amma o Barcelona kimi komanda futbol tarixinə gəlməyib. Yəni bunu danan ya futbola baxmayıb, ya siz Barsa düşmənisiniz. O Barcelona elə bir komandaydı ki, onun qarşısını heç kim ala bilmirdi. O gün Berbatovun çıxışında gördüm, 2011-ci il Barsa haqqında danışırdı və mən də 2011-ci ilin Barsasının xəstəsiyəm. Mənə görə ən gözəl Barcelona və ən prime Barsa 2011-ci ilin Barsası idi.
o komandaya qalib gəlmək mümkün deyildi. O komandaya qarşı nəsə fikirləşmək mümkün deyildi. Elə bir komanda yer üzünə gəlməyib. Ola bilər haçansa gələcək. Elə dominasiya, elə fərq yaradan bir komanda gələcək. Amma hələ ki gəlməyib. Onlardan başqa gəlməyib. Bir də mən La Liga haqqında az da olsa fikirlərimi bildirmək istəyirəm. O gün Abdulla öz çıxışında bildirmişdi. Halal Madridin çıxışında bildirmişdi. Yəni Real Madridə aid olan bir kanaldır. Real Madrid haqqında danışırlar. Hər halda siz də oranı izləyirsiniz. İzləmirsinizsə izləməyinizi tövsiyə edirəm. Çox gözəl söhbət edirlər. Abdul bildirmişdi ki, son 10 ilin ən bərbad Real Madridi ilə ən yaxşı Barcelonasının qarşı durmasıdır La Ligada və cəmi bir xal fərq var. Mən bu cümləyə, bu açıqlamaya onu deyə bilərəm ki, kontra arqument olaraq onu deyə bilərəm ki, bu son ilin ən yaxşı Barcelonası deyil və bu son 10 ilin ən bərbad Real Madridi də deyil. Real Madrid son 10 ildə heyət olaraq heç vaxt əziyyət çəkməyib. Heç vaxt heyət cəhətdən Barsadan geri qalmayıb. Barcelona son 5 ildə 2 dəfə La Liga çempionu olub. 2 dəfə Real La Liga çempionu olub, bir dəfə də Atletico Madrid olub. Yəni hələ bərbad heyətimizlə, bərbad sastavımızdan 2020-21 heyətinə baxanda adamın ürəyi bulanır. Deyirsən ki, mən Barsa azarkeşlik eləmərəm. Barsa bu krizislərdən keçdi. Barsa heyətində dəyişikliklər oldu. Barsa 8-ci yerə düşmüşdü. Barsanın indi də heyəti zəifdir. Barsanın oyunu güclüdür. Barsanın göstərdiyi performans güclüdür. Realın isə performansı zəifdir, amma heyəti güclüdür. Və Realın performansının zəif olması, yəni o bizə maraqlı deyil. Yəni Real Madrid heyət olaraq belə performans göstərməməlidir. Real heyət olaraq hamını dağıdıb sökməlidir. Amma bunu edə bilmirlər. Və bu artıq bizim problem deyil. Barcelona isə minimal resurslarla nəticə verir. Yəni Barsanın hal-hazırki heyəti La Ligaya belə layiq deyil. Yəni La Liga çempionluğuna belə uyğun deyil. İndi Yamal prime açıb, Rafinha prime açdı, nə bilim, ötən mövsüm Flick gəldi, komandanı təzədən yığdı. Amma Flick gəlməmişdən qabaq Barcelonanı 3-cü yerə qoyurdu bookmakerlər ki, yəni birinci yer Real olacaq, ikinci yer Atletico, üçüncü yer Barsa. Barsa çempionluq uğrunda yarışmayacaq. Ötən mövsüm Barsa over performans göstərdi deyəndə indi Barsanı belə qaldırdılar göyə. Barsa indi o da necə qaldırdılar? Realı aşağılamamaq üçün qaldırdılar. O Barsa indi yaxşı oynayır, indi belə oynayır, Real belə zəif oynamır da, yəni Barsa güclüdür. Amma Real indi güclü nəticə versə, qayıdıb deyəcəklər ki, görürsüz, yəni Real yaxşı oynayır deyənə Barsa oynaya bilmir. Yaxşı nəticə vermir. İndi Realın heç bir maddi sıxıntısı yoxdur. Yəni indi okeydə biz o gün danışırdıq ki, Realın borcu var, nəyi var, nələri var, amma heyət olaraq bu dəqiqə qardaş sizin hücumunuzda Luke de Jong oynamır da. Müdafiədə Jorginho Desti, nə bilim, Mingueza oynamır. Bilirəm, hər bir klubun problemi var, Realın da problemləri var, amma daha belə də yox da. Sənin heyətində ən güclü hücumçu varsa və o tək başına komandanı daşıyırsa və siz sisteminiz yoxdursa, bu Barsanın günahı deyil. Və bu demək deyil ki, bu Barsanın ən yaxşı 10 mövsümün, 10 ilin ən yaxşı Barsasıdır və yaxud bu 10 ilin ən bərbad Realıdır. Oyun olaraq ən bərbad Real ola bilər. Amma heyət olaraq 10 ilin ən bərbad Realı deyil bu. Dostlar, məndən bu qədər. Ürəyimdə olan hər şeyi açdım, tökdüm. Ümid edirəm ki, bəyənərsiniz. Videoya like qoyub şərh yazmağı da unutmayın. Bu mənim üçün çox önəmlidir. Çünki baxıram videolara, baxış sayı gözəldir, izlənmə sayı normaldır. Bəyənib, like edib, paylaşsaz videonu vəbşə super olar. Öpürəm hamınızı, növbəti görüşlərə dək. Viska Barsa, Viska Kataloniya.